Aha. Eşitirsən məni? Aha, deyir ki, Nazan adlı bir qız var. Saçları da uzundur. Artıq saçları Nazanın uzun olduğuna görə biz buna Nazan demirik. Biz buna deyirik ki, artıq ləqəb nə qalır? Saç. Yox, uzun saçlı yox, elə saçlı. Qısaldırıq da. Sinekdə oxa qızım, hissənin parçana vəz etməsidir. Yəni bir dənə hissən olur və sən o bir hissən artıq sən parçana çevrilir. Məsələn, deyək ki, eynək taxan bir adam var. Məsələn, buna deyirlər ki, dörd göz. Artıq bu olur dörd göz. Niyə dörd dənə? İki gözü, iki dənə eynəyin gözü. Olur artıq məsələn buna dörd göz. Və yaxud da Topal Teymur. Topal Teymurun əsl adı nədir? Topal Teymurun əsl adı Əmir Teymurdur. Sadəcə ayağında bir problem olur, bir müharibələrin birindən sonra. Bu artıq axsamağa başlayır. Nə ilə yeriməyə başlayır? Bir çəliklə, yəni bura çəlik kimi düşün də bunu. Çəliklə yeriməyə başlayır və artıq bunun adı nə qalır? Məsələn, adam Topal Teymur düşünək. Bu Topal Teymurdur. Başında da tacı var. Bu da Topal Teymurdur. Ayağının biri artıq əlində çəliklə gəzir. Bu çəlik kimi düşünək. Çəliklə gəzdiyinə görə artıq bu Topal Teymura biz Topal deyirik. Topal Teymur deyirik. Niyə? Çünki ayağının birində problem var. Sinekdoxa bir növ bullyingə bənzəyir. Yəni insanların bir hissəsində, bir yaranan bir problemdə artıq onun parçasına çevrilir. Elə adamlar var ki, əsl adı unudulur, artıq onun o çevrilən ləqəblərlə tanınırlar. Sonra, məsələn, kimsə elektrik ustasıdır, daim əlində elektriklə gəzirlər, adı qalır, məsələn, Afterka filan kəs. Çünki artıq, məsələn, deyək ki, nə deyək, bir adı götürək. Məsələn, deyirlər ki, Afterka Həsən. Niyə? Çünki o ustadır, daim əlində Afterka ilə gəzir, ona görə. Ona görə biz deyirik ki, hissənin, parçanı əvəz etməsi, yəni sinekdoxa. Bax, sinekdoxa metonimiyanın bir hissəsidir. Yəni burada da ad dəyişmə var. Biz deyirik bayaqları metonimiyaya ad dəyişmə deyirik. Niyə? Çünki ad dəyişir. Məsələn, salon susur, yəni əslində salonda olan insanlar susurdu. Salondakılar susurdu. Bu metonimiya idi. Ona görə sinekdoxa ayrıca bir bədii təsvir vasitəsi deyil. Sinekdoxa metonimiyanın bir hissəsidir. Ad dəyişmənin bir hissəsidir. Bu yadında qalacaq sənin. Bəli, qalacaq. Məsələn, saçlı olur da, onu uzun saçlı niyə demirik ki? Ay qızım, uzun saçlı, axı yenə uzadırsan. Uzun saçlı niyə deyirsən? Uzun saçlı, qızım, başında tük olmayan bir adama saçlı deyə bilərsən. Yox. Hə, məntiqən düşün də. Məsələn, saçı belə qısa olan belə bir qız düşün. Saçı belə qısadır. Ya buna saçlı deməyin nə mənası var? Uzun saçları qısadır. Amma biri var, saçı belə uzundur. Buna saçlı deyərsən, yoxsa buna saçlı deyərsən? Hansına deyərsən? Hər ikisinə verirəm. Valla, çox dərinliyinə düşünürsən. Axı bunun saçları qısadır. Bu yazığın saçları qısadır axı. Bunun saçları uzun. Buna da uzun saçlı deməyə nə ehtiyac var? Bunun saçları uzundur. Ona Topal Teymura da Topal deməyək də. Deyək ki, ayağının biri yoxdur. Uzadırsan axı söhbəti onda da. Hə. Sonra nədən danışırıq? Epitetdən danışdıq, metafordan danışdıq, metonimiyadan danışdıq, sinekdoxadan danışdıq. Qaldı rəmz, simvol qaldı. Simvol. Məsələn, bəli. Məsələn, nəyə keçmiş? Odlu qılınc keçmişdik. Göyərçin çəkəcək müəllimə sənin üçün burada ya. Göyərçini qəsar çəkək, ağ bilinmir. Nərək boz göyərçin çəkək ya. Bu göyərçin kimi düşünək. Bu qaranquşa daha çox oxşadı. Nəinki göyərçinə? Bu göyərçin kimi düşünək. Yerdə uzanan, belki üstündən maşın keçmiş insana daha çox oxşadı. Həqiqətən asfalta yapışmış insan kimidir. Bu nəsə də biz düşünək göyərçin. Bu göyərçin düşünək. Məsələn, göyərçin nəyə bildirir? Sülhü, ağır. Bəli, göyərçin. Odlu qılıncda da var idi, orada göyərçin var idi. Yadında da oxuyanda. Bəli. Cavanşirdə. Sonra nədən danışırıq? Hə, göyərçin məsələn Sumqayıtın simvoluna çevrilir. Sumqayıtda böyük bir göyərçin parkı var. Çünki niyə? Sumqayıtdakı olan insanlar daha çox göyərçin saxlayırlar. Və simvolda yəni müharibə olması, sülhü təmsil edir. Məsələn, deyirik ki, türkü. Yəni, Türkiyədə narıncı nə? Hiləgərlik. Məsələn, deyirik ki, nə türk adam deyə? Türkü. Və yaxud da deyirik ki, ayı. Ayı nəyə bildirir? Ayda bu tənbəllik.
Tənbəlliyi bir də acgözlülüyü bildirir. Canavar nəyi bildirir? Canavar da vəhşi. Bəli, canavar vəhşiliyi bildirir. Sonra ilan, bax indi bir də şeyə görə dəyişir, ədəbiyyata görə dəyişir. Azərbaycan ədəbiyyatında ilan hiyləgərliyi, pisi təmsil edirsə, Rus ədəbiyyatında ilan müdriklüyü təmsil edir. Məsələn, biz İvan Krılovdan nə keçmişdik? Ağac təmsil. Ağac təmsilində müdrik obraz kim idi? İlan idi, deyirdi ki, yəni nə ağaca dedi ki, yəni sən özün elədin də, tutdun kəndini, dedin mən kəs. Ay, sağ ol, doğrudur. Afərin sənə. Afərin sənə. Düzdür. Belə simvolda bitirdik. Yəni rəmzləri də bitirdik. Ondan sonra nə qaldı? Heç nə qalmadı. Hamısı bitdi. Sənin bunlarla bağlı başa düşmədiyin nəsə var? Yox, başa düşməmişəm. Başa düşdün? Ümid edirəm ki, aha. İndi ev tapşırığı götür. Nə edəcəksən? Evdə keçdiyimiz şeirlərdən bədii təsvir vasitələrin yazmaq. Yəni epitet, metafor, metonimiya, simvol, bir də təşbih. Bunları şeirlərdən tapmaq. Çox şeir keçmişik. Məsələn, nə keçmişik? Ay Allah. Yağış yağarkən keçmişik, həyat sevgisini keçmişik. Nə şeiri keçmişik? Keçdiyimiz şeirlər əsasında. Gənclərlə set keçmişik, ağac təmsilini keçmişik, əqrəb və çanaqlı bağa, Kərgədan və qarışqa. Bəli, bəli. Hikmətli fasiləti, yaralı uşaq. Yəni nəzmlə yazılan, qısaca belə deyək. Doğru, pəri. Yəni nəzmlə yazılan nə keçmişiksə, onlarda bədii təsvir vasitələrini seçmək. Yazmaq ki, bax bu əsərdə bu var idi. Qeyd edim onda. Qeyd elə. Köməyin olacaq. Niyə? İmtahana düşəndə eləyəndə artıq sənin üçün tapmaq asan olacaq. İmtahana deyəndə ki, burada hansı təsvir vasitələri var? Sən artıq onun üzərində işlədiyin üçün sənin üçün onu tapmaq ən asandır. Ən asan bir şey olacaq. Belə. Bitdi dərsimiz. Bir dənə testlər